daha fəzilətli, daha üstün sayılması haqqında soruşduqda Peyğəmbərimiz buyurmuş ki, fərz namazlarından sonra ən fəzilətli namaz gecə qılınan namazdır. Uca Allah Əl-Müzzəmmil surəsi 20-ci ayda buyurur ki, həqiqətən Rəbbim bilir ki, sən və səninlə olan insanların bir qismi bəzən gecənin 2/3-dən az, bəzən yarısını və bəzən də 1/3-ni ibadət üçün durursunuz. Gecə namazı işa namazının vaxtı girdikdən sonra sübh namazının vaxtı girənə qədər 2 rükət olmaqla sübh namazının 2 rükət kimi qılınır. Və ən sonda namaz vitrlə, tək sayda namazla tamamlanır. Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm buyurmuş ki, gecə namazını 2 rükət olmaqla qılın,